only thing that's on my mind is who's gonna run this town tonight. Sual 1. Sürət hərəkət qabiliyyətinin təzahürü ilk növbədə nədən asılıdır? Hərəkətin icrasını təmin edən fizioloji proseslərin mürəkkəbliyindən. Bəli, hərəkətin icrasını təmin edən fizioloji proseslərin mürəkkəbliyindən sürət qabiliyyətinin təzahürü ilk növbədə asılıdır. Sonra digərlərinə baxaq görək, digərlərində cavab nə, hansı hərəkət qabiliyyəti əhatə edir? Əzələnin boşalma qabiliyyəti. Əzələnin boşalma qabiliyyəti əyicənlik qabiliyyətinə təsir edən amillərdən biridir. Ətraf mühitin hərarətindən. Ətraf mühitin hərarəti də əyicənlik, yəni bədənin əyilmə qabiliyyətinə təsir edən amillərdəndir. Ətraf mühitin hərarəti, şagirdin yaşı, cinsi, günün, yəni sutkanın gündüz saatları mı, yoxsa axşam saatları mı olması, bunlar təsir eləyir bədənin əyilmə qabiliyyətinə. Doldurulmuş topların atılması, atma və itələmə hərəkətləri biz bilirik ki, sürət güc hərəkət qabiliyyətində yuxarı ətraflarda inkişaf etdirmək üçün istifadə olunan hərəkətlərdir. Aqnosit və antagonosit əzələlərin fəaliyyətindən isə deməli, qüvvə hərəkət qabiliyyətinə təsir edən amillərdəndir. Sual 2. Rəqibə məsafə güzəşti ilə yerinə yetirilən startlarla sürət hərəkət qabiliyyətinin hansı komponentini inkişaf etdirə bilərik? Rəqibə əgər məsafə güzəşti veririksə, biz bir mənalı şəkildə maksimal qaçış sürətini, yəni maksimal sürəti inkişaf etdiririk. Və bizim buradakı variantlarımızın arasında D variantı ən düzgün variantdır. Digərlərinin açıqlamasına baxaq. Hərəkətin reaksiya tezliyi və maksimal sürət. Burada hərəkətin tezliyi var deyə avtomatik bunu seçə bilmirik. B variantı onsuz da seçmirik. Hərəkətin reaksiya tezliyi isə qoyun açıqlayım. Hər hansısa cismə, əşyaya, siqnala verilən reaksiyadır. Sürət hərəkət qabiliyyətinin icra rejimi hansı variantda verilmişdir? A variantı maksimal icra intensivliyi hərəkətləri təkrar icra etmək. A variantı sürət gücün icra rejiminə məxsus olan bir variantdır. B variantı qızışdırıcı hərəkətlər, dinamik hərəkətlər, statik və dartma hərəkətləri isə bədənin əyilmə qabiliyyətinə məxsusdur. Hərəkətlərin çoxsaylı təkrarı imitasiya qədər metodunun tətbiqi ilə hərəkətlər kompleksinin icrası qüvvə hərəkət qabiliyyətinə məxsusdur. Dəyişən şəraitin tələblərinə müvafiq fəaliyyətini qurmaq, koordinasiya və dəqiq icra çeviklik hərəkət qabiliyyətinə məxsusdur. Maksimal sürət hərəkətlərin təkrar icrası isə artıq sürət hərəkət qabiliyyətinin icra rejiminə verilmiş düzgün variantdır. Növbəti sual. Sürət hərəkət qabiliyyətinin hansı komponenti şagirddə psixoloji proseslərin idarə etmək bacarığının formalaşmasına imkan verir? Müəllimlər, bunu yadınızda saxlayın ki, psixologiya deyirsə, artıq burada sinir sistemlərindən söhbət gedəcək. Çünki bizim psixologiyamızda sinir sistemimiz qarşılıqlı vəhdət təşkil edir. Və bizim sinir sistemimizin oyanması, daha çox hərəkətə keçməsi hərəkətin reaksiya tezliyində özünü büruzə verir. Yadınıza salın ki, hərəkətin reaksiya tezliyini biz iki yerə bölürük. Sadə reaksiya, bir də mürəkkəb reaksiya. Sadə reaksiyanın özlüyündə 3 hissəyə, mürəkkəb reaksiyanı 2 hissəyə bölürük. Hərəkətin reaksiya tezliyi zamanı isə, məsələn, hər hansı sadə reaksiyadan söhbət etsək, hər hansı bir siqnala verilən reaksiyadır. Sadə bir siqnal, mürəkkəb reaksiya isə hərəkətdə olan obyektə verilən reaksiyadır. Yəni biz burada sinirimizin daha artıq kökləndiyi, bütün gücünü və fəaliyyətini istifadə etdiyi hərəkətin reaksiya tezliyidir. Hərəkətdə olan obyektə verilən reaksiya tezliyi, hərəkət reaksiyası bunu yuxarıdakı sualda izah etdiyim kimi mürəkkəb reaksiya, yəni D variantına məxsusdur.